Salam, hər vaxtınız xeyir olsun. Bu videoda Anqola dövləti haqqında məlumat verəcəm. Anqola dövləti Afrika materikində yerləşib və Cənub-Şərq yarımkürəsindədir. Anqolanın paytaxtı Luanda şəhəridir. Luanda Atlantik okean sahillərində yerləşir və paytaxtı ilə əyalətləri arasında iqtisadi baxımdan ciddi fərqlər vardır. Anqola OPEC təşkilatına üzv ölkələrdəndir. Beynəlxalq iqtisadi inteqrasiyanın azad ticarət e, zonasındadır. Qoşulmama hərəkatına üzdür. Ümumdaxili məhsulunda ən çox pay sənayenin payına düşür. Anqola zəngin belə deyək, təbii ehtiyatdan gəlsək, almaz, neft, qaz ehtiyatları vardır. Daxili suları iki okean hövzəsinə aiddir. Buradan belə deyək ki, Zambezi çayının qolu başlayır və e, Hind okeanında da belə daxili sular Hind okeanına da aid olur. Əlbəttə ki, Atlantik okeanda burada. Yəni daxili sular iki okean hövzəsinə aiddir. Və burada Kongo çayının mənsəbi yerləşir. Kongo çayının mənsəbi iki dövlət arasında yerləşir. Kongo Demokratik Respublikası ilə Anqolanın sərhəddindən axaraq Atlantik okeanına tökülür. Burada iqliminə gəlsək, Anqola dövləti tropik və subekvator iqlimlərdə yerləşir. Bu hissədə Kongo çayı mənsəbi hissəsində tropikin rütubətli tipi və cənub hissələrində isə tropikin səhra tipi yayılıb. Tropikin səhra tipində Namibiya səhrası yerləşir. Namibiya səhrasının bir hissəsi də Anqolaya düşür. Və Anqolanın belə deyək ki, energetika sənayesinin ən çox payı SES-lərə düşür. SES-lər təşkil edir və Anqola dövlətinin burada Kongo Demokratik Respublikası, Zambiya və Namibiya kimi qonşu dövlətlərdə vardır. Anqola dövləti kənd təsərrüfatının ən çox qaragül qoyunçuluğu, heyvandarlığında qaragül qoyunçuluğudur və əkinçilikdə isə pambıq əkinləri üstünlük təşkil edir.